Bizim halkın sizin sözlerinize çok ihtiyacı var. Buyurun. Ben çok sevinirəm ki, sizin kimi gəlmə üzlərim var. Ben çok sevinirəm. Biz de çok seviniriz. Qarşı. Ben sizi çok istəyirəm. Hərəniz bir başqa ədəmsiniz də. Hərəniz başqa bir dadı var, hamı var. Hamısı çok istedadlı və çox ürəyiniz gözəldir. Halal olsun sizin böyüdən valideynlərə. Gelin valideynlerinize. Yani sizin bu günler burada olmanızı, sizin əziyyətiniz var. Yani mənim də əziyyətim var. Amma dəstək olaraq valideynlərdən gəlir. Və çox sağ olun valideynlər ki, siz bu uşaqları həmişə hər yerdə dəstəkləyirsiniz. Var olasınız. Siz hala çalışsınız gelin. Ben mutlaka. Kadrosdan çıkarttık onu. Valideynlerimize ve valideynlerimize çok teşekkür ediyoruz. Festivalda festivalda en yaxşı aktrisa seçildi. İnci xanım. En yaxşı rejissor seçildi. İlhan xanım Əliyeva. Sonra ona da mesela biz bu festival için 3-4 ay çok fazla. 2 ay yarım. Sonra bize dediler ki 2 ay yarım. O da mühendis oldu ama ahırda galip geldi. Zaman temsili alkışlarınız var. Ne demek istiyorsunuz? Hep sözlerimiz. Hep sözlerimiz yoktu ama ben hep düşünmezdim ki Beləçinə bir anda hamımız birinci yerə qalib gəlməyi və heç vaxt ağlımdan belə kesilməzdim ki, böyüyəndə Beləçilər bir müəllimlə tanış olmaq və Beləçilər bir uşaqlarla tanış olmaq. Sadəcə bir söz demək istəyirəm. Bu turda əziyyətimizə Gülara mənməyə, Nurayla xanımda valideynlərimizə gəlməklə filmimiz ümumiyyətlə çox təşəkkür edirik. Və yüksək futbolayla iştirakı komandası heç bir şey olur, anlatılır və yaşanılır. İndi ise sözü verirəm. Ayşəyə, Gülçə Fatıya, gecəmizin rənginə, zəhmətimizi şakasına mənə baxın danışın. Arada bir arada. Ben onu demək istəyirəm ki, mən bu dərnəyə gələndən sizinlə bura belə gəlmək kimi məsələ yoxdur. Mən ilk öncə ailəmi təşəkkür edirəm ki, məni bu dərnəyə yazdırdılar. Sonra mənimə də təşəkkür edirəm ki, məni bu festivalda iştirakə layiq gördü. Və ailəm buna icazə verdi. Və müəlliməm və bütün komandamız iştirakı sayəsində biz əziz uşaqlarla çalışaraq birinciyə layiq görüldük. Və bütün müəllimlərə, valideynlərə və öz komandama ürəkdən təşəkkür edirəm. Söz veririk. Uşaqlar, mən demirəm, hamının öz rolu oldu. Həqiqətən də əziyyət çəkir. Amma səhnənin başlanğıcından axırına qədər Yağmurun rolu yanılmazdı. Mən sözü verirəm bu Küçükə xanıma. Buyurun Küçükə xanım. İlk öncə İlahə xanım Əliyevlərə təşəkkür edirəm. Sonra babama təşəkkür edirəm. Mənim anama məni dəstəklədiyi üçün, 4 kişilik beraber dəstəklədiyi üçün, sonra bütün valideynlərə və öz qrupuma da çox təşəkkür edirəm. Mən heç festivalda düşünmürdüm ki, biz birinciyə çıxacağıq. Amma oldu və yaşandı oldu. Kişinin başına iş gəlir. Uşaqlar, indi mən sizə bir söz deyim də artıq sizin birinci tamaşanızı da Xədicə, aparıcı Xədicəni də alqışlayaq. Söz verilir. Öz soyuqluğu ilə Lənkəran teatrını buza çevirən buzlar qılarıdır. İlk öncə hamıya çox təşəkkür edirəm. Sizlərin hamısı yapmış olduğunuz dəstəkləriniz üçün. İlk olaraq bunu deyə bilərəm ki, mən heç
Qəşə aksanlı macəralı bölüm keçdi. En son da mən icazətli sözü deyib çıxıram. Çünki azam. Kimsə qalmaz uşaqlar. Çıxıcılardan kimsə Zəhra danışdı. Birinci o danışdı. Qaldı yerlərdə biz kim söz demək istəyir? Gəlin, xanım, gəlin. Xahiş edirəm, tamadanı görün, əli boş gəlməyin. Heç olmasa birlikdə siz götürərdiniz, səsin qalıb. Biz başqacası görərik dedik. Əvvəla valideynlər adına yəqin ki sözümü demək istəyirəm. Həqiqətən də bizim uşaqlarda teatr sənətinə böyük bir rəhmət qazandırmışsınız İlahə xanım. Yəqin ki bu sizin uğurunuzdur. Lalə ilk dəfə sizlə tanış olanda bir hafta dedim. Həqiqətən eve gəlib demişdi ki elə bir gözəl mənimlə tanış olmuşam ki yer üzündə o mənimlə vardı. Yəni bu sizin gülərüzlüyünüz, onlara göstərdiyiniz məhəbbətin qarşılığıdır. Belə başa düşürəm. Elə bilirəm ki hər şey qarşılıqlıdır. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun, var olun. Hər Çox sağ zaman olun. var olun. Uşaqlar tərəfindən belə sevilir. Çox sağ olun. Sizin də əgəbiniz çox oldu muydu? Sözü bir avanıcılığınız sizə verdi. Sağ olun, təşəkkür ederim. Yemək yiyəcəksiniz.